Salam hörmətli tamaşaçılar. Mən bloger Orxan Şirinli hər birinizi salamlayıram. Beyləqan Olimpiya İdman kompleksində bu günləri Həvəskar Liqanın E qrupu maçında ev sahibi Aram Beyləqan komandası Ağdam futbol klubunu qəbul edir. Hər iki komandaya uğurlar diliyirik. Baş hakim Emin Abdullayev Sadiq Zeynalova qarşı kobudluğu qeydə aldı hal-hazırda. İlk cərmə zərbəsini müdafiəçi Tahir Bayramov yerinə yetirəcək. ...90 nömrəli Fərid Məmmədovdan qapıya doğru qüvvətli zərbə top qapının sol cinahından yan keçdi. Nəzərinizə çatdırım ki, Beyləqan Olimpiya İdman kompleksində yarış baş tutur. Süni örtüklü meydança 1850 yerlik tamaşaçı tutumuna malikdir. İndi Şünasib Vüsa Zeynalov idi. Qapıya doğru birbaşa zərbə indirmişdi, amma top qapıdan yan keçdi, necə deyərlər indi. Beyləqan komandasının hücumu başlayır. 90 nömrəli Əhəd Əsədli Beyləqan Olimpiya İdman kompleksində hardasa 300-400 nəfər azarkeş toplaşıb və öz komandasını oyuna səsləyirlər indi hal-hazırda. Onların hücumunu izləyirik. 77 nömrəli Elnur Şirinov pasını ötürmüşdü. İndi küncdən zərbəni Əhəd Əsədli yerinə yetirəcək. Ağdam klubunun qapısında ilk künc zərbəsini məhz Beyləqan komandası yerinə yetirəcək. Əhəd Əsədli qapıya doğru ötürməsini etdi, amma müdafiəçilərimiz yerindədir. Baş hakim Elnur Abdullayev oyunu dayandırdı və offside qərarı. Tahir Bayramov topu oyuna daxil edəcək. Tahir Bayramov irəliyə doğru bir pas. Cabir İsmailzadə və elə ondan da top çıxdı auta. Beyləqan komandası 77 nömrəli oyuncu Elnur Şirinov topu oyuna daxil edəcək. Out. Elnur Şirinov altdan topu oyuna daxil edəcək. Out. 4 nömrəli oyuncumuz Şünasib Edilli altdan topu oyuna daxil etdi. Sərvan Yamənli ötürməsini etdi. Faiq Mahmudov yenidən Şünasib Edilliyə pas ötürmüşdü, amma out'a çıxdı top. Out'dan topu oyuna Elnur Şirinov daxil etdi. Şünasib Edilli, Tahir Bayramov. Tahir Bayramov Şünasib Edilli ilə oynadı. Sərvan Yamənli irəliyə doğru Fərid Məmmədova doğru bir pas. Cabir İsmailzadə topu ram etdi. Bacarmadı. İndi 7 nömrəli oyuncu Faniz Əsədli orada yerə yıxıldı və baş hakim cərmə zərbəsini təyin etdi. Ağdam futbol klubu Mərdan Süleymanov indi hal-hazırda cərmə zərbəsini yerinə yetirəcək. Mərdandan irəliyə doğru bir pas. Kənan Rəhimov. Top bizdə. Kənan Rəhimov altdan topu oyuna daxil edəcək.
Kimle oynadı? Merdan Süleymanovla oynadı. İndi Fərid Məmmədov, Sadiq Zeynalov, Şünasib, Fərid ötürməsini etdi Sərvana. Sərvan Sadiq Zeynalov ötürməsini etdi. İndi hal-hazırda Sadiq topu yenidən Sərvana ötürdü. Şünasib Edilli. Şünasib Edilli. Qapıya doğru zərbə. Top qapıdan yan keçdi. Şünasib Edilli qüvvətli zərbə indirdi, amma azacıq dəqiqlik çatmadı. İndi dərhal oyuna başladılar Aran Beyləqan komandası. Outdan topu oyuna daxil etdi. 77 nömrəli oyuncu Elnur Şirinov. Aran Beyləqan komandasında 90 nömrəli Əhəd Əsədli cərmə zərbəsini yerinə yetirəcək indi. İrəliyə doğru sol cinaha bir pas. Rəhman Məmmədov yerindədir. Rəhman İrəliyə doğru ötürdü. Rəhman Fəridə doğru bir pas, amma top Fəridə çatmadı. Şünasib Edilli. Elnur Abdullayev üstünlüyü verdi Aran Beyləqan komandasına. İndi 5 nömrəli Qismət Əlizadə topu oyuna daxil etdi. İrəliyə doğru zərbə. Merdan Süleymanov yerindədir. Əhsən Merdan Süleymanov. Əhəd Əsədli topu oyuna daxil edəcək. İkinci künt zərbəsini Aran Beyləqan komandasında Əhəd Əsədli yerinə yetirəcək. 90 nömrəli futbolçu birbaşa qapıya doğru ötürməsini etdi. Müdafiəçilərimiz yaxşı oynadı. Tahir Bayramov topu oyuna daxil etdi. Qüvvətli zərbə ilə irəliyə doğru mərkəz xəttinə ötürməsini etdi. Amma 5 nömrəli oyuncu Qismət Əlizadə topu qarşıladı başı ilə. Ağdam klubu outdan topu oyuna daxil edəcək. Kənan Rəhimov ötürməsini etdi Habil Hüseynova. On 19 nömrəli oyuncu Orxan Eyvazov səhvə yol verdi. Fərid Məmmədov, haydi Fərid. Fərid qapıya doğru zərbə, amma zədələndi orada Fərid Məmmədov. Ayağı büdrədi Fəridin orada. Cərmə meydançası daxilində. Fərid Məmmədov oynaya biləcək, zədəsi elə də ağır deyil indi. Baş hakim Emin Abdullayev indi qapçıya doğru topu ötürdü. Aran Beyləqan komandasının hücumu olacaq da, amma Faiq Mahmudov ram etdi topu. İndi hal-hazırda outdan topu oyna 77 nömrəli oyuncu Elnur Şirinov daxil etdi. Şünasib Edilli əla oynadı orada. Elnur Şirinov. Faiq Mahmudov yaxşı oynadı. Vüsal Zeynalov. Vüsal. Sərvan Yamənli irəliyə doğru Cabir İsmailzadəyə doğru pas ötürmüşdü, amma keçmədi. Aran Beyləqan komandasının müdafiəçiləri əla oynadılar orada. 77 nömrəli oyuncu Elnur Şirinov outdan topu oyuna daxil etdi. Qapıya doğru bir zərbə, amma
Top qapının üstündən keçdi. Tahir Bayramov mərkəz xəttinə doğru bir pas ötürdü. Cabir İsmailzadəyə doğru, amma müdafiəçilər yerindədir. Emin Abdullayev oyunun baş hakimi cərmə zərbəsi yerinə yetirməsini istədi Aram Beyləqan komandasından. İndi onların hücumu nə ilə nəticələnəcək? Gözəl bir pas ötürmüşdü, amma keçmədi. Sadiq Zeynalova doğru. İndi gözəl bir pas gəldi Ağdam klubundan. Fərid Məmmədov orada zəif təsir bağışladı və topu ram edə bilmədi bir anda. Cərmə zərbəsini Aram Beyləqan komandasının futbolçusu yerinə yetirdi. Hal-hazırda Tahir Bayramov blok koydu topa. Tahir Bayramov out Şünasib Edilli yerinə yetirəcək. Ağdam klubunun ifasında Faiq Mahmudov indi. Ötürməsini etdi Sərvan Yamənli. Şünasib Edilli pas ötürdü, amma keçmədi. Qismət çıxardı, nə qaqa, sən gəldin. 7 nömrəli oyuncu ilə bacarmaq biraz çətin oldu orada Ağdam klubunun müdafiəçiləri ilə. Faniz Əsədli, baxmayaraq ki, oyunun ən qısa boylu oyuncusudur Faniz, amma çox iti oynadı orada, yaxşı oynadı. Cabir Aram Beyləqan komandası outdan topu oyuna daxil edəcək. ...77 nömrəli oyuncuya ötürməsini etdi. Elnur Şirinova doğru. Elnur. İndi yenidən top Elnur'dadır. Elnur Şirinova altdan topu oyuna daxil etdi. Sərvan Yamənli indi orada. Yenidən cərmə zərbəsi, amma cərmə zərbəsini yenə Aram Beyləqan komandası yerinə yetirəcək. İndi baş hakim Emin Abdullayev. İndi sonda nə qərar verəcək biləcəyik. Şünasib Edilli yerə yıxılmamışdan öncə fitini çalmışdı Emin Abdullayev. Oyunun yan xət hakimi də cərmə zərbəsini Aram Beyləqan komandasını yerinə yetirəcəyini bildirmişdi. Bəli. Şünasib Edilli ayağa qalxdı. Dediyim kimi Aram Beyləqan komandası 90 nömrəli oyuncusu Əhəd Əsədli indi. Bəli, Aram Beyləqan komandası cərmə zərbəsindən topu oyuna birbaşa qapıya doğru atdı və 1-0 Aram Beyləqan komandası irəlidədir. Çox gözəl zərbə idi. Çox gözəl bir cərmə zərbəsi idi həqiqətən də. Qapçımız Rəhman Məmmədov necə deyərlər, aciz qaldı o topun qarşısında, heç nə edə bilmədi. Sərvan Yamənli, Vüsal Zeynalov itirdi. Vüsal Zeynalov, Tahir Bayramov, Vüsal Zeynalov topu aldı Aram Beyləqan komandasının futbolçusundan. İndi onların növbəti hücumu başlayır.
Tahir Bayramov idi. Yox, Faiq Mahmudov topa blok qoydu başıyla. Oyunun yan xəta kimi offside qərarı verdi. İndi topu oyna Ağdam komandası. Birbaşa başladılar. İsmail offside gözlüğü kanka sen direkt Vüsal Zeynalov. Vüsal top itirdi. Sərvan Yamənli növbəti cərmə zərbəsini yerinə yetirəcək. Aram Beyləqan komandası çox təhlükəli bir nöqtədən birbaşa qapıya da qol vurula bilər oradan. Çox təhlükəli bir nöqtədir. Görək Aram Beyləqan komandasının hansı futbolçusu bu zərbəni yerinə yetirəcək. İndi Sadiq Zeynalovdan etiraz var idi orada oyunun baş hakiminə. Tez-tez oyunu dayandırması ilə bağlı etirazını bildirmişdi Sadiq Zeynalov. Topun arkasında kim var topun arkasında? Rəhman Məmmədov yerindədir. 10 nömrəli oyuncu Həsən Əliyev cərmə zərbəsini yerinə yetirmişdi, amma birbaşa golkiper Rəhman Məmmədovun tam üstünə ötürmüşdü topu. O da rahatçılıqla topu tutdu. Sadiq Zeynalov ötürməsini etdi. Sadiq Zeynalov, Vüsal Zeynalov, amma Vüsal topu itirdi. Faiq Mahmudov irəliyə doğru. Faiqdən top Sadiqdədir. Sadiq Zeynalov birbaşa qapıya doğru zərbə, amma top qapıdan yan keçdi. Dərhal başladılar. Sadiq Zeynalov orada topu alsaydı çox çətin vəziyyət yaranacaqdı orada, amma çıxarda bildilər. Vüsal Zeynalov. Rəhman Məmmədov yerindədir, golkiper. Ötürməsini etdi, Tahir Bayramovla oynadı. Tahir. Topu out attı, çünki Aram Beyləqan komandasının futbolçusu yerdə idi. Fair play qaydalarına uyğun olaraq o da topu out'a çıxartdı. İndi 77 nömrəli oyuncu Elnur Şirinov out'dan topu oyuna daxil edəcək. Elnur Şirinov ötürdü. İndi bizim müdafiəçilərə doğru Tahir Bayramovdan irəliyə doğru bir pas. Fərid Məmmədov sürətlə çatmaq istədi, amma müdafiəçilər topu uzaqlaşdırmağı bacardılar. İndi 20 nömrəli oyuncu ötürməsini etdi. Səxavət Əliyev idi bəli o. İndi Faiq irəliyə doğru ötürdü. Faniz Mərdan Süleymanov yaxşı oynadı orada. Qaydaları pozmadan oynadı. Təhlükəni uzaqlaşdırdı. İndi Şünasib. Mərdan Süleymanov. Golkiper Rəhman Məmmədov çox gözəl seyf etdi orada. Rəhman Məmmədov topu son anda uzaqlaşdırmağı bacardı. İndi Fanizdən irəliyə doğru Rəhman yenə də yaxşı oynadı orada. Sərvandan irəliyə doğru pas Cabir İsmailzadəyə doğru, amma indi orada büdrədi. Kənan Rəhimov yıxıldı. Altdan topu oyunu Aram Beyləqan komandası yerinə yetirəcək. Dərhal ötürməsini etdi Səxavət Əliyev. 4 nömrəli oyuncu.
Mənə verilən vərəqdə 4 nömrəli oyunçunun adı yazılmayıb. İndi çox yaxşı təsir bağışlayırlar bu dəqiqələrdə Aram Beyləqan komandası. Bəli, az öncə 4 nömrəli oyunçu Mirxəzər idi. Mirxəzər Əhmədov idi. 77 nömrəli oyuncu Şirinov Elnur topu oyuna daxil etdi. İndi orada 7 nömrəli oyuncu Faniz Əsədli top itirdi. Faiq Mahmudov yaxşı oynadı. Sadiq Zeynalov, Vüsal Zeynalovla oynadı. Sərvan Yamənli ötürməsini etdi. Faiq Mahmudova doğru Tahir Bayramov irəliyə doğru pas ötürdü. Cabirə doğru məhz Tahir Bayramov. Yenidən Tahir. Kəsərli paslar ötürmək lazımdır mərkəz xəttində. Topu itirməmək lazımdır. İndi 17 nömrəli Aram Beyləqan komandasının futbolçu ötürməsini etdi. Elnur Şirinova. Emin Şirinov. Üzr istəyirəm. Emin Şirinov idi o. İndi onların yenə də Cabir İsmailzadə ötürməsini etdi Sərvana, amma keçmədi. Gözəl bir pas ötürdü 90 nömrəli oyuncuya Əhəd Əsədliyə doğru, amma topu saxlaya bilmədi Əhəd Əsədli. İndi Rəhman Məmmədov ötürməsini topu daha doğrusu Tahir Bayramova verdi ki o oyuna başlasın. İrəliyə doğru ötürdü Tahir Bayramov, amma ünvansız bir pas idi Tahir Bayramovdan. Kənan Rəhimov. Vüsal Zeynalov topu oyunda saxlamaq istədi, amma yenə də top avuta çıxdı. Az qala özü də xəsarət alacaqdı orada. Yaxşı qutardı. Bəli, hörmətli tamaşaçılar, Aram Beyləqan komandası Beyləqanın Alimp İdman kompleksinin stadionunda keçirir oyunlarını. 1850 yerlik süni örtüklü stadiondur, amma necə deyərlər, burada oynamaq olar. Stadionun vəziyyəti idealdır. Vüsal Zeynalov topu çıxartdı. İndi 20 nömrəli oyuncu ilə oynamaq istəmişdi. Sərvan Yamənlidən Cabir İsmailzadəyə doğru pas. Bəli, orada Arsay var idi. Cabir və Fərid Məmmədov irəlidə idi. Verilən qərar düzgün qərardır. Emin Şirinov irəliyə doğru ötürməsini etdi Fanizə doğru. İndi Faniz 90 nömrəli futbolçu ilə oynamışdı Əhəd Əsədli ilə. Amma müdafiəçilərimiz yaxşı tərpəndi orada. Bəli, Rəhman Məmmədov irəliyə doğru çıxmışdı. Amma fürsət bildilər. Aram Beyləqan komandasının hücumçuları qapıya doğru atdığı top elə qolla da başa yetdi. Fərid Məmmədov Sadiq Zeynalovla oynadı. Kənan Rəhimov. Kənan irəliyə doğru ötürməsini etmişdi, amma orada müdafiəçilər blok qoydu. ...77 nömrəli oyuncuya doğru pas ötürmüşdü Elnur Şirinova doğru, amma Elnur Şirinov altdan topu oyuna daxil etdi. Faniz çox gözəl hərəkətlər yerinə yetirdi orada, amma
Top qapının üstündən keçdi. Gözəl ötürmə etmişdi. Faiq Mahmudov. Faniz ötürməsini etdi. Faniz çox təhlükəli nöqtədən ötürməsini etdi. İndi hücumçu 20 nömrəli Səxavət Əliyev qapıya doğru zərbə indirmişdi, amma top qapıdan yan keçdi. Sərvan Yamənli. Mərdan Süleymanov topu çıxartdı. Sadiq Zeynalovdadır top. Sadiq ötürməsini etdi Kənan Rəhimova. Məncə orada top çıxmışdı. Outdan topu oyna. Kənan Rəhimov daxil etdi. Dərhal Sadiq Zeynalovla oynadı. Sərvan Yamənli topu itirdi. Faniz ötürməsini etdi. Amma yaxşı, müdafiəçilərimiz yaxşı oynadı orada. Faiq Mahmudov. Faiq. İndi Tahir Bayramov. Cabir top itirdi. Out. Komandamız topu oyuna daxil edəcək. Şunasib Edilli Sadiq Zeynalovla oynadı. Sadiq Zeynalov topu itirmişdi orada. Qapıya doğru zərbə, amma top qapının üstündən keçdi. Rəhman Məmmədov Tahir Bayramovla oynadı. Tahirdən irəliyə doğru pas, Cabir İsmailzadiyə doğru. Amma müdafiəçilər yaxşı oynadı orada. Tahir Bayramov. Yenə qüvvətli zərbə ilə Cabirə doğru pasını ötürdü. Haydi Cabir. Cabir qapıya gol! Gol, 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 gol! Cabir İsmailzadə vurulan qollardan birinin əvəzini çıxdı. Çox gözəl bir pas ötürmüşdü Tahir Bayramov və Cabir bu dəfə bu pasdan yararlandı. 2-1. 2-1. Dərhal başladılar indi. Faniz ötürməsini etdi 77 nömrəli Elnur Şirinova və o da irəliyə doğru bir pas ötürdü 90 nömrəli oyuncu Əhəd Əsədliyə doğru. Qapıdan zərbə. Tahir Bayramov çox paslar ötürürdü Cabirə, məhz belə hündürlükdən, amma Cabir fürsət tapa bilmirdi, amma az öncə çox gözəl dəyərləndirdi. Məhz futbolçu əmkarının atdığı pası qola çevirməyi bacardı. Sərvan Yamənli. Kənan Rəhimov ötürməsini etdi. Kənan Rəhimov amma out'a çıxdı. İndi irəliyə doğru Cabir heç gözləmirdi o topu. Baş hakim Emin Abdullayev oyunu dayandırdı. Cərmə zərbəsini Mərdan Süleymanov yerinə yetirəcək. Tahir Bayramov Sərvanla oynadı, amma top Sərvana çatmadı. Tahir yenə qüvvətli zərbə ilə yuxarıya doğru atdı. O da nəticəsiz qaldı. Tahir Bayramov indi outdan topu oyuna daxil edəcək. Sərvan Yamənli ilə oynadı. Yenidən Tahir Bayramov. Fəridə çatmadı top. 5 nömrəli oyuncu Qismət Əlizadə out'a çıxartdı topu. İndi Şunasib Edilli Sərvanla oynadı. Sərvandan irəliyə doğru Cabirə bir pas atdı. İndi Cabir İsmailzadə top oyundadır.
Komandamız hal-hazırda oyunun baş hakimindən çox narazıdırlar. Tez-tez məhz oyunu dayandırdığı üçün İndi oyunun baş hakimi hər iki futbolçunu yanına çağırdı. İndi hər iki komandaya və onun izlərinə necə deyərlər öz tapşırığını verir. Oyunun baş hakimi Emin Abdullayev. Yetmiş nömrəli oyuncu Elnur Şirinov outdan topu oyuna daxil edəcək. Faniz Sərvan orada imkan vermədi. Top out'a çıxdı. Komandamız topu oyuna daxil edəcək. Faiq Mahmudov ötürməsini etdi Sərvana doğru. Tahir Bayramov indi topu uzaqlaşdırdı cərimə meydançasından. Fərid Məmmədov. Fərid. Çox sərt oynadı. Sarı kartı da aldı. Aram Beyləqan komandasının ifasında. Çox sərt oynadı orada. İndi 30 nömrəli oyuncu Fəxri Nemətli sarı kart alan oyuncu oldu. İlk sarı kartı alan oyuncu oldu, necə deyirlər. Fəxri Nemətli. Fərid Məmmədov İndi yerdədir, görək onun vəziyyəti nə yerdə olacaq? Yəqin ki, ayağa qalxa biləcək. Fərid Məmmədov çox əzimkar mübarizə apardı orada. Amma müdafiəçi Nemət, daha doğrusu Fəxri Nemətli çox sərt bir çıxış etdi ona qarşı və sarı kartı da aldı. Tahir Bayramov indi cərimə zərbəsini yerinə yetirəcək. İndi Tahir Bayramov öz futbolçu həmkarlarına irəliyə doğru getmələrini istədi. Mərdan Süleymanov out'a buraxdı topu. Şünasib Edilli topu oyuna daxil edəcək out'dan. Vüsal Zeynalovla oynadı. Mərdan Süleymanov. Mərdan ötürməsini etmişdi, amma ünvansız bir pas idi. Komandamız topu oyuna daxil edəcək. Kənan Rəhimov topu oyuna out'dan daxil etdi. Sərvan Yamənli ilə oynadı. Yenidən Kənan. Kənandan irəliyə doğru bir pas. Fərid Məmmədov topu qarşıladı. Fərid. Top meydandadır hələ də. Haydi Fərid. Qapıya doğru zərbə, amma müdafiəçilər blok qoydular. Çox yaxşı oynadı. Aram Beyləqan komandasının müdafiəçiləri indi onların hücumu başlayır. Faniz 7 nömrəli futbolçu qapıya doğru zərbə ünvansız alındı və Rəhman Məmmədov Mərdan Süleymanovla oynadı. Mərdan Tahir Bayramova pas ötürdü. İndi Faiq Mahmudov yaxşı oynadı orada. İrəliyə doğru bir pas ötürdü. Müdafiəçilər yenə blok qoydu. Əgər müdafiəçidən keçsəydi Cabir yenə təhlükəli vəziyyət yarada bilərdi orada. İndi Elnur Şirinov altdan topu oyuna daxil edəcək. Elnur Şirinov kimlə oynayacaq? Elnur Şirinov
İndi Şünasib Edilli alta çıxartdı topu. Altdan topu oyuna komandamız daxil edəcək. Hava da get-gedə soyur. Hava da əməlli başlı bulutlandı. Ola bilər ki, yağış da yağa bilər. Və biraz da külək var. Amma hələ ki oynamaq olar bu meydanda. İdeal meydançadır. Yağış yağsa da oynamaq mümkün olacaq. Sadəcə biraz külək var. Məhz Beyləqanda bu dəqiqə hava anidən soydu. İrəliyə doğru ötürməsini etdi. İndi Faniz. Fanizdən topu almaq mümkün deyil sanki. Çox gözəl oynuyor Faniz Əsədli. Və Əhəd Əsədlinin qardaşıdır. İkisi də meydandadır və iki qardaşlar oynayırlar. Emin Şirinovla Elnur Şirinov da qardaşdılar. Məhz bu komandada. İndi Rəhman ötürməsini etdi. Tahir Bayramovdan irəliyə doğru bir pas Fərid Məmmədova. Amma orada Aran Beyləqan komandası müdafiəçiləri yaxşı oynamışlar. Yenidən Fərid Məmmədov outdan topu oyuna daxil edəcək. Elnur Şirinov ötürməsini etdi Fanizə. Vüsal Sadiq Zeynalov oynadı. Yenidən Vüsal top itirdi. Qapıya doğru zərbə, amma Rəhman Məmmədov yerindədir. 90 nömrəli oyuncu Əhəd Əsədli qapıya doğru yoxlamışdı. Amma Rəhman yerində idi. İndi Şünasib Edilli. Şünasib Fərid Məmmədov onunla mübarizədə uduzdu. Bəli. İndi qapıdan zərbə olacaq. Komandamız qapıdan topu oyuna daxil edəcək. Her kapıya bir top koydu. Her kapıya bir top koydu. Daha önce bizi öldürdüler, oyunu baştan vurdu. Top taş geliyor. İndi hakimə növbəti etirazlar komandamızın ehtiyat oyuncular skamiyasında dayanan futbolçularından etiraz. Bəli, hardasa yəni demək olar ki, stadionda bir dənə top var və o topu gətirənə qədər müəyyən vaxt itkisinə yol verilir. Ona görə də komandamız hardasa öz etirazını bildirməkdə haqlıdırlar. Yəni bir dənə topla oynamaq olmaz. Stadionun hər tərəfində top olmalıdır. Vaxt itkisinə yol vermək olmaz bu anda. Bəli, Mərdan Süleymanov topu oyuna daxil edəcək. Mərdan Süleymanov, baş hakim Emin Abdullayev fitini çaldı. İndi Vüsal Zeynalov ötürməsini etmiş Kənan Rəhimova doğru. Amma yenə də top itirmədi. İndi hal-hazırda Aran Beyləqan komandasının hücumu başlayır. 77 nömrəli Elnur Şirinov. Tahir Bayramov yaxşı oynadı. Fərid Məmmədovdan Cabirə doğru pas. Müdafiəçilər yaxşı oynadı orada. Faniz. Fanizin texnikası çox yaxşıdır. Yəni balaca boy olmasına baxmayaraq o qədər iti gözəl oynayır ki, bəzən futbolçuları da təəccübləndirir bu oyunuyla. 17 nömrəli oyuncu Emin Şirinov ötürməsini etdi 4 nömrəli oyuncuya. Əhməd
Mirxəzər Əhmədova, indi Elnur Şirinov qapıya doğru ötürmüşdü, amma yaxşı oynadı orada müdafiəçimiz. Fanis hələ də top ondadır. Almaq mümkün olmur ondan topu. Çox gözəl oynayır həqiqətən də. Tam diqqətimi çəkdi Fanis'in bu oyunu. İndi Fərid irəliyə doğru pas. Elə özü getdi Fərid. Haydi Fərid, qapıya doğru zərbə vura biləcəkmi? Müdafiəçilər yaxşı oynadı orada. Hər iki komandanın müdafiəçiləri yaxşı oynayır bu anda. Hesab 2-1'dir. Aram Beylagan komandası 2-2-1 hesabı ilə irəlidədir. Hal-hazırda hücumları davam edir. Amma itirdilər topu. Yan xətt hakimi bayrağını qaldırdı, amma nəzər almaq lazımdır ki, irəliyə doğru olan futbolçumuza ötürülmə edilməmişdi, yəni edilməmişdi. Məncə biraz mübahisəli qərar idi. İndi Elnur Şirinov. Elnur Şirinov altdan top oyuna daxil edəcək. Çiğni ilə ötürməsini etdi. 4 nömrəli oyuncuya Mirxəzər Əhmədova, amma o da top itirdi, out. Yerinə yetirdi komandamız. Tahir Bayramov qəşəng oynadı orada. 17 nömrəli oyuncu yerə yıxılmışdı. Emin Şirinov. Meydançanın o hissəsində sanki bir sürüşkənlik var. Hər iki komandanın futbolçuları orada yerə yıxılırlar. Sərvan Yamənli top itirdi. 90 nömrəli oyuncu Əhəd Əsədli qapıya doğru oynadı, amma top qapının sol cinahından yan keçdi. Rəhman Məmmədov ötürməsini etdi Tahir Bayramova. Tahirdən mərkəz xəttinə doğru pas ötürməsi, amma ünvansız bir pas idi. İndi Mirxəzər ötürməsini etdi. Elnur Şirinov cərmə meydançasına doğru ötürmüşdü. Müdafiəçilərimiz yaxşı oynadı orada. Birinci hissə başa çatdı. Oyunun baş hakimi Emin Abdullayev birinci hissəni yekunlaşdırdı. Birinci hissə 2-1 Aram Beylagan komandası irəlidədir. Hörmətli tamaşaçılar, mən bloger Orxan Şirinli. İkinci hissədə yenidən sizinlə olacağım. Hələlik. Salam hörmətli tamaşaçılar, ikinci hissədə görək nəticə necə olacaq. Mən bloger Orxan Şirinli, hər birinizi salamlayıram. Oyuncu dəyişikliyi komandamızda Ağdam klubunun qalkiperi Rəhman Məmmədov meydandan çıxıb və onun yerinə qapçımız Fədai Naibov daxil olub. İkinci isə qapımızda məhz Fədai Naibov duracaq. Fanis Vüsal Zeynalov mübarizədə çobu da oynadı və baş hakim oyunu dayandırdı. Fanis Boşdu müəllim, yer boşdu. Yer boşdu. Fədai Naibov ötürməsini etmişdi Mərdan Süleymanova və o da mərkəz xəttinə doğru
pas ötürdü, amma Aram Beyləqan komandasının futbolçuları yaxşı oynadılar indi. Faiq Sərvan, Sadiq Zeynalova, daha doğrusu Tahir Bayramov ötürməsini etmişdi, amma top out'a çıxdı. Kənan Rəhimov Tahir Bayramovla oynadı. Tahirdən Fərid Məmmədova doğru pas. İndi Sərvan Yamənli yaxşı oynadılar. Fədai Naibov yerindədir və dərhal irəliyə doğru ötürməsini etdi və komanda yoldaşlarından da irəliyə getmələrini istədi. İndi Cabirə doğru pas ötürmüşdü, amma qalkiper yerindədir. Cahangir Qurbanzadə. Onların növbəti hücumu başlayır. Fəriz Məmmədov yerə yıxıldı, amma dərhal qalxdı. Fanis kimlə oynayacaq? Ötürməsini etdi. 20 nömrəli Səxavət Əliyevə. Yenidən Fanis. Çox gözəl pasını ötürmüşdü Fanis. İndi 17 nömrəli oyuncu ilə oynadılar. Emin Şirinovla. Aram Beyləqan komandasının hücumu davam edir və qapıdan topu oyna Ağdam klubunun qalkiperi Fədai Naibov başlayacaq. Fədai Naibov irəliyə doğru pasını ötürdü və onların hücumçuları qarşıladı topu. Yenidən top Fədai Naibovda. Mərdan Süleymanov irəliyə doğru ötürdü, amma orada heç kim yox idi. Outdan top çıxdı. İndi 5 nömrəli oyuncu çox əzimkar mübarizə apardı. Qismət Əlizadə. Hələ də onların hücumu davam edir. Fanis çox iti oynayır. Aram Beyləqan komandasında ən gözəl oyunculardan biridir, necə deyərlər. Mərdan Süleymanov topu uzaqlaşdırdı. Tahir Bayramov. Tahir. İrəliyə doğru pas Cabir İsmailzadəyə doğru, amma 5 nömrəli oyuncu Qismət Əlizadə Cabiri zərərsizləşdirməyi bacardı. İndi Fanizə doğru bir pas, amma 19 nömrəli oyuncu qarşıladı Orxan Eyvazov və Orxandan irəliyə doğru pas Şünasib Edilli yerindədir. Vüsal top itirdi. Vüsal Zeynalzadə. Nömrəli oyuncu dərhal ötürməsini etdi. Faiq yaxşı oynadı orada. Faiq Mahmudov ötürməsini etmişdi. İndi 23 nömrəli yeni oyuna daxil olan Fərid Mahmudov qapını yoxladı.
Tahir Bayramov hakime itirazını bildirdi ve sarı kart aldı. Elle oyunu işare etmiştiler. Ama hakim elle oyunu qeydə almadı ve Tahir Bayramov itirazını bildirdi, sarı kartı aldı. Oyunun baş hakimi Emin Abdullayev dərhal etiraz etdiyinə görə Tahir Bayramov'u sarı kartla cəzalandırdı. Oyun devam edir. İndi Faniz'i ötürmə etdilər. Fərid Məmmədov. Hər kəs gərgindir bu dəqiqələrdə. İndi Sako Zeynalov yan xət hakiminə etirazını bildirdi. Fərid Mahmudov. Fərid ötürməsini etmişdi, amma səhvə yol verdi. Fərid Mahmudov. Faiq Mahmudov topu oyundan çıxartdı, amma özü də zədələndi. Əhsən sənə Faiq Mahmudov. Öz canı bahasına olsa da imkan vermədi. Boşda qalan Aram Beyləqan komandasının hücumçusu topu qapıdan keçirə bilərdi, amma Faiq Mahmudov çox gözəl oynadı. Közdən zərbə yerinə yetirəcək məhz Aram Beyləqan komandası. Faniz. İmkan vermədilər, orada yaxşı oynadı hücumçu. Aram Beyləqan komandasının hücumçularına imkan vermədi. Müdafiəmiz çox gözəl oynadılar, amma sarı kart aldı 5 nömrəli oyuncu Qismət Əlizadə. Aram Beyləqan komandasının futbolçusu sərt oyuna görə sarı kartla cəzalandırıldı. Oyunun baş hakimi Emin Abdullayev növbəti sarı kartını çıxartdı məhz Qismət Əlizadəyə. Çox gərgin oyun gedir bu anda. Hesab 2-1 Aram Beyləqan komandasının xeyrinə, amma Mərdan Süleymanov yenidən başlayacaq. Oynadı Tahir Bayramovla. Tahirdən irəliyə doğru pas və qapçı Cahangir Qurbanzadə yerindədir. Cako deyirlər ona. Qısa adı Cakodur. Məhz Aram Beyləqan komandasının qalkiperi. Belə adlandırırlar onu. Əli oynadı orada Vüsal Zeynalov. Çox gözəl oynadı. Mübarizəsini də davam etdirir. Son ana qədər mübarizə aparır. Əhsən Vüsal Zeynalov. 20 nömrəli oyuncu Səxavət Əliyev birbaşa cərmə meydançasına doğru zərbə indirmişdi. Ötürmədən çox cərmə meydançasına doğru, yəni qapıya doğru birbaşa zərbə də adlandırmaq olardı bunu. İndi Faniz top itirdi. Tahir Bayramov irəliyə doğru Cabir İsmailzadəyə ötürmə etmişdi, amma Fərid Mahmudov orada daha yaxın idi. Əla Qorxmaz irəliyə çıxdı və topu tutdu və alqışları da aldı öz azarkeşlərindən. Kənan Rəhimov. Tahir Bayramov yenidən Kənanla oynadı. Yenidən Tahir Bayramov. Sərvan Yamənli. Şünasib Edilli ötürmüşdü. Cabir İsmailzadəni düşünmüşdü. Çox da gözəl düşünmüşdü. Burada Aram Beyləqan komandasının futbolçusu yerdədir. Emin Şirinov. Futbolçularımızdan topa oyun olmuşdu, amma daha sonra birbaşa Emin Şirinovun ayağına müdaxilə var idi, amma hakim oyunu cərmə zərbəsi kimi qiymətləndirmədi.
Bəli, Emin 19 nömrəli oyuncu Orxan Eyvazov ötürməsini etdi yenidən Emin Şirinova. Faniz pasını ötürdü. İndi futbolçularımız da yaxşı oynadı orada. Alt topu oyuna komandamız daxil edəcək. Şünasib Edilli ötürməsini etdi Fərid Mahmudova. Sol kray boşdu. Dərhal doldurduq oranı. Gözəl bir pas ötürdü 4 nömrəli oyuncuya. Mirxəzər Əhmədov birbaşa qapını yoxladı, amma top qapının sağ cinahından yan keçdi. Həmən istiqamətdə qalkiperimiz Fədai Naibov yerində idi. Fədai Naibov kimlə oynayacaq, amma hakim oyunu dayandırdı. Əvəz etmə olacaq. Faiq Mahmudov meydandan çıxır və onun yerinə müdafiəçi Samir Əzimov daxil olur. Ağdam Futbol Klubunda Samir Əzimov 3 nömrəli futbolçumuz meydana daxil oldu. İndi Mərdan Süleymanov ötürməsini etdi mərkəz xəttinə doğru. Fərid Məmmədov topu qarşıladı. Sərvanla oynamışdı. Sərvandan Cabirə gözəl bir pas, amma o topa Cabir çata bilmədi. Qalkiper Qorxmaz, daha doğrusu Cahangir Qorxmazzadə yerində idi. Çox gözəl oynamışdı orada. Hakim penal vermədi, çünki cərimə meydançasının xətti daxilində olmuşdu. Və penal deyil bu, bəli. Amma çox təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək Aram Beyləqan komandası. Gərginlik biraz da artır məhz Beyləqan Olimpiya İdman kompleksinin stadionunda. İndi hakim Emin Abdullayev yan xətt hakimi ilə məsləhətləşmələr etdir. Görək nə qərar verəcək hakim. Hakim nə qərar verəcək? ...19 nömrəli oyuncu Orxan Eyvazov topun yanındadır. Və daha sonra 90 nömrəli oyuncu Əhəd Əsədli. Orxan mı, Əhəd mi? Əhəd vurdu qapıya doğru, top qapıdan yan keçdi. Biraz tələskənliyə yol vermişdi Əhəd. Amma yaxşı ki, elə belə qutardı. Hesab dəyişmir 2-1. Aram Beyləqan komandası hələ ki irəlidədir. Fədai Naibov çox gözəl oynadı onda. Orada çox gözəl oynamışdı Fədai Naibov. Vaxtında irəli çıxmışdı və topu zərərsizləşdirdi Fədai Naibov. İndi Fədai Naibov, nə edirsən sən? Möhtəşəm oynadı bu anda. Qapçımız Fədai Naibov çıxartdığı top dirəkdən çıxdı. Doğrudan da çox gözəl oynadı. Əhsən sənə Fədai. Bizi 3-cü qoldan xilas etdi. Məhz qalkiperimiz Fədai Naibov ikinci hissədə meydana daxil olub və çox gözəl oynayır. Qapını toxunulmaz saxlayır bu anda Fədai. Outdan topu oyuna daxil etdilər. Samir Əzimov yerindədir. Samir. İndi Emin Şirinov outdan topu oyuna daxil edəcək. Aram Beyləqan komandasının futbolçusu.
ötürməsini etdi. Onlar cərimə meydançasına daxil olmağı bacardılar. Fədai Naibov yerindədir. Əhsən Fədai. Çox gözəl oynayır. Fədai Naibov irəliyə doğru pasını ötürdü, amma top out'a çıxdı. 17 nömrəli oyuncu Emin Şirinov ötürməsini etmişdi orada. Kənan Rəhimov yaxşı oynadı. Cabir İsmailzadə ötürməsini yenidən Kənan Mahmudovla oynadı. Kənan baxdı bir irəliyə doğru ötürməsini etmişdi Fərid Məmmədova, amma Fərid topu saxlasaydı ayağında birbaşa qapıya doğru zərbə indirə bilərdi. Kənan Rəhimov imkan vermədi orada. Yaxşı oynadı. Şünasib edildi irəliyə doğru. Ötürməsini etdi. Və indi meydana daxil oldu. Azarkeş. Bir nəfər Azarkeş də meydana daxil oldu və indi Azarkeşlər bir nəfər idi, indi daha çox Azarkeş meydana daxil oldu bu anda. Təhlükəsizlik xidməti indi stadiona daxil oldu. Azarkeşləri uzaqlaşdırırlar yavaş-yavaş meydandan. Çox böyük gərginlik var hal-hazırda Beyləqan Olimpiya İdman kompleksinin stadionunda. Çox saylı Azarkeş var hal-hazırda. Beyləqan komandasını dəstəkləmək üçün stadionda öz yerlərini alıblar. İndi orada etiraz davam edir. Oyunun baş hakimi Emin Abdullayev indi Fədai Naibova sarı kartını çıxartdı, amma bilmirəm nə dərəcədə ona sarı kart çıxarılması doğru idi. Çünki məhz Aran Beyləqan komandasının azarkeşləri stadiona daxil olmuşdu. Gərginliyi yaradan məhz onlar idi. Oyun yenidən davam edir. Şünasib edildi. Qüvvətli zərbə ilə irəliyə doğru pasını ötürdü. Fərid Fərid Məmmədov heç nə edə bilmədi orada. Çox böyük gərginlik var stadionda. Demək olar ki, oyuncular da sərt oyunla bu dəqiqə gərginliyi daha da artırırlar. İndi cərimə zərbəsini 19 nömrəli Emin Orxan Eyvazov idi, bəli. Orxan Eyvazov yeni yetirmişdi, amma yaxşı tutardı orada. Orxan Eyvazov ötürməsini etdi Fanizə. Fanizdən Emin Şirinova. Cərimə meydançasına doğru pasını ötürmüşdü, amma Şünasib edilliyə dəyən top qapının yanından meydandan çıxdı. Küncdən zərbə indi yerinə yetirəcək 4 nömrəli oyuncu Mirxəzər Əhmədov. İndi Sərvan Yamənli
meydandan çıxır, onun yerinə Şamil daxil oldu. 99 nömrəli oyuncumuz. İkinciden zərbəni yerinə yetirdi. Tahir Bayramov çox yerində müdaxilə etdi orada. Yoxsa təhlükəli ola bilərdi. Mərdan Süleymanov irəliyə doğru pasını ötürmüşdü. Samir Əzimov yerindədir. Samir Əzimov, Fərid Əhmədov. Fərid Əhmədov ötürməsini etmişdi Cabir İsmailzadə, amma yan xəta kimi bayrağını qaldırdı. Oyuncu dəyişikliyi olacaq. Oyun davam edir. Birbaşa qapıya doğru zərbə. Top qapının üstündən keçdi. Fədai Naibov yerindədir. Mərdan Süleymanov Tahir Bayramovla oynadı. Kənan Rəhimov topa alta çıxdı. Aram Beyləqan komandası altdan topu oyuna daxil edəcək. İndi yeriyə yıxılan futbolçu var. Orxan Eyvazov yıxılmışdı orada yerə, amma indi altdan topu oyuna daxil etdi. Hələ də gərginlik səngiməyib hər iki komandanın futbolçuları arasında. Və indi burada azarkeşlər də ayağa qalxıblar, ona görə də tam çəkiliş etmək mümkün olmur. Yenə də cərmə zərbəsini yerinə yetirəcək Aram Beyləqan komandası. Altdan indi top oyuna daxil edəcəklər. Əlinə dəymişdi orada, amma hakim hələ də oyunu davam elətdirir. Fədai Naibov Mərdan Süleymanovla oynadı. Mərdandan irəliyə doğru pas, amma 17 nömrəli oyuncu Emin Şirinov topu qarşılamışdı. Cərmə meydançasına doğru pas. Mərdan Süleymanov yaxşı oynadı. Mərdandan irəliyə doğru pas hər iki futbolçumuza doğru, amma Aram Beyləqan komandası müdafiəçisi yaxşı oynadı orada. Top itirdi. Şünasib edildi. İndi irəliyə doğru pas ötürdülər. Fədai Naibov yerindədir. Və irəliyə atacam, irəliyə doğru gedin dedi Fədai Naibov. Amma Fərid Məmmədov oradadır sadəcə. Emin Şirinov ötürməsini etdi Orxan Eyvazova. Fədai Naibov yerindədir. Sadiq Zeynalovun yerinə Habil Hüseynov daxil olub. 44 nömrəli oyuncu Habil Hüseynov.
Samir Əzimov blok qoydu topa və auta çıxartdı. Top çıxdı. Qapıdan zərbə olacaq. Cabir İsmailzadə meydandan çıxır, onun yerinə 11 nömrəli oyuncumuz Rəmzi Cabbarov daxil olur. Tahir Bayramov topu oyuna daxil etdi. ...90 nömrəli oyuncu Aram Beyləqan komandasında Əhəd Əsədli birbaşa cərmə meydançasına doğru pasını ötürmüşdü. Amma Şünasib orada yaxşı oynadı. İndi Faniz Əsədli Orxan Eyvazovla oynadı. Samir Əzimov blok qoydu topa. Emin Şirinov, Faniz Əsədli Orxan Eyvazovla oynadı. Şünasib Edilli əməlli başlı blok qoydu orada cərmə meydançası daxilində. Emin Abdullayev oyunun baş hakimi dayandırdı oyunu. Orxan Eyvazov cərmə meydançası daxilində yerə yıxılmışdı. Hakim topu komandamıza verdi. Mərdan Süleymanov irəliyə doğru pasını ötürdü. Mərdan Süleymanov və Aram Beyləqan komandasının müdafiəçiləri topu ram etməyə bacardı. O anda indi auta çıxartdılar. Şünasib Edilli ötürməsini etdi Şamil. Haydi Şamil. Faniz. İndi ötür. Mərdan Süleymanov. Hakim oyunu dayandırdı. Tahir Bayramov irəliyə doğru pasını ötürəcək indi. Hesab 2-1. Komandamız geridədir. Hesabı bərabərləşdirmək lazımdır. İndi görək, futbolçularımız hamısı cərmə meydançasındadır. Tahir Bayramov birbaşa qapını düşündü, amma top qapının sağ cinahından yan keçdi. Əslində o qədər də futbolçularımız var idi cərmə meydançası daxilində. Ötürməsini etsəydi bəlkə təhlükəli hücum qurmaq olardı, amma Tahir Bayramov birbaşa qapını düşündü. İndi qalkiper Cako Cahangir Qurbanzadə topu oyuna daxil edəcək. İndi hakimin qərarını gözləyir. Burada dəyişiklik oldu. Toğrul Hacıyev meydana daxil oldu. Fərid Məmmədovun yerinə meydana daxil oldu məhz Toğrul Hacıyev. İndi Fanizin ötürməsi Samir Əzimov qəşəng oynadı. Şamil, Şünasib, Şamil'le oynamıştı ama top itirdi. Samir Əzimov yaxşı oynadı orada. Toğrul Hacıyev. Toğrul ötürməsini etmişdi. Mərdan. Xeyr, o 44 nömrəli Habil Hüseynovla oynamaq istəmişdi, amma imkan vermədilər orada. İndi Şamil. 23 nömrəli Fərid Mahmudov. Samir Əzimov indi altdan topu oyuna daxil edəcək. Habil Hüseynov. Fərid Mahmudov ötürməsini etdi Toğrul Hacıyevə. Auta çıxdı top. Toğrul Hacıyev qəşəng mübarizə apardı orada. Habil Hüseynov və hakim
cərmə zərbəsi təyin etdi. Komandamız cərmə zərbəsindən topu oyuna daxil edəcək. Tahir Bayramov yerinə yetirəcək. Birbaşa qapıya doğru atdı. Əslində 90 nömrəli Fərid Məmmədov oyundadır. Kənan Rəhimov oyundan çıxıb az öncə onun yerinə daxil olmuşdu Toğrul Hacıyev. Fərid Məmmədov bəli oynayır hal-hazırda, meydandadır. İndi Şünasib edildi. Şünasib ötürmə etsə yaxşı olardı Şünasib, amma kimə? Mərdan Süleymanov yaxşı oynadı orada. İmkan vermədi. Təhlükəli vəziyyət yaransın. Outdan topu oyuna daxil etdilər. İndi 90 nömrəli oyuncu Əhəd Əsədli künc zərbəsi qazandırdı komandasına. Künc zərbəsini yerinə yetirdilər. Çox hündürboy futbolçuları var Aran Beyləqan komandasının, amma top onlara çatsaydı baş zərbəsi ilə çətinlik çəkmədən qapıya doğru zərbə indirə bilərdilər. Emin Şirinov, Toğrul Hacıyev, Emin Şirinova doğru kobud oynadı. Təhlükəli nöqtədən cərmə zərbəsi olacaq indi hal-hazırda. 7 nömrəli oyuncu Faniz Əsədli topun arxasındadır. Yəqin özü birbaşa qapıya vuracaq. Faniz Əlasan çox gözəl oynadı. Fədai Naibov və əsəbləşdi, həqiqətən də yeri var. Haqlıdır. Qapının yanı boş qoymuşdular. Tahir Bayramov qüvvətli zərbə ilə topu oyuna daxil etdi. Hakim oyunu dayandırmadı. Orada kobudluq var idi sanki. Habil Hüseynov. Habildən Rəmzi Cabbarova pas, amma Qorxmaz Zadə Cahangir yerindədir. Emin Abdullayev tez-tez bizim cərmə meydançası yaxınlığında, necə deyərlər, tez-tez fitini çalır. Və Toğrul Hacıyevin kobud oynadığını düşündü Emin Abdullayev. İndi Tahir Bayramov qəşəng oynadı. Toğrul Hacıyev, Rəmzi Cabbarov, Fədai Naibov yerindədir. Əsən Fədai irəliyə doğru Toğrul Hacıyeva doğru ötürmüşdü. Habil Hüseynov qəşəng oynadı orada. Top alta çıxdı. Çox sərt oynadı orada. Şünasib Edilliyə qarşı həddindən artıq çox sərt oynadı.
Aram Beyləqan komandasının futbolçusu Qismət Əlizadə. Bərabərlik qolu vurulmalıdır bugün Beyləqan Olimpiya stadionunda. Hakim yenə də cərimə zərbəsini vermədi. Ola bilər penal da ola bilərdi o, amma vermədi. Çünki əlinə dəymişdi deyə işarə etdilər Ağdam Futbol Klubu. Tahir Bayramov Mərdan Süleymanovla oynadı. Samir Əzimov. Samir Əzimov da sarı kart alan futbolçumuzdur. Çobudluğa görə hakim Emin Abdullayev sarı kartla cəzalandırdı. Oyunun sonları da artıq. Tahir Bayramov topu oyuna daxil etdi. Şünasib Edilli ilə oynadı. Yenidən Tahir Bayramov irəliyə doğru ötürməsini etdi. Vur! Qismət birbaşa qapını düşündü. Fədai Naibov yaxşı oynadı orada. Topu tuta bilməyəcəyini düşündü və yumruğu ilə topu uzaqlaşdırdı. Fədai Naibov. Outdan topu oyuna daxil edəcək Aram Beyləqan komandası. Fani ötürməsini etdi. Samir Əzimov. Habil Hüseynovla çox sərt oynadı. Şünasib. Lasan Şünasib çox qəşəng oynadı. Şünasib orada, amma tamaşaçılar burada ayaq üstə izlədiklərinə görə o hissəni çəkə bilmirəm. Fədai Naibov irəli ilə oynadı. İrəliyə doğru ötürməsini etdi. Başla, oradan başla. Cərimə zərbəsini yerinə yetirəcək Tahir Bayramov. Samir Əzimov ötürməsini etmişdi, amma səhvə yol verdi. Mərdan Süleymanov birbaşa irəliyə doğru ötürməsini etmişdi, amma müdafiəçilər yaxşı oynadı orada. Oyun bitti.
Aran Beyləqan komandası öz meydanında Ağdam Futbol Klubunu 2-1 hesabı ilə məğlub etdi. Mən bloger Orxan Şirinli oyunu sizlər üçün şərh etdim. Hörmətli hazırkeşlər, sağ olun, salamat qalın.